1, 2, 1, 2 in the place to be, ladies and gentlemen. It's your boy MC Kenny. Deməli belə qəhvə yığını heyvanat iki hissədən ibarətdir. Ya qəhvə olmalısan ya da peysər. 4 qanun var demək donduran dağı, Sitbastı səhrası, Döşərası kəndi. Bu testlərdən keçməyən ev əlində 4 kilo daşşaqla gedəcək. Başa düşdünüz? Və sizə öz gözəl sikim nəticəmizi göstərmək istəyirəm. İlk 90 polisi foxsu sizə təqdim edirəm. Dostum, papaya matı vermirsən? Papa səni çox istəyir axı. İncə sikimi rəqaqqaya qoy, gözünü atacağım. Rastlar, qəhbələr, cinayətkarlar, gözsikən aylar, hələ trans şəhzadədən danışım. Qəhbəni qaldırıb qoyublar dağ başına. Elə bil dünənə qədər dində alma satan Rafiq bu döyüldü. Şirinlər düzdür, 40 dənə qəhbə yığılsa, onun kimi peysər doğanmaz. Ona görə də sənə bir dənə bomba məsləhətim var. Qayıt fermanda Markovun əş. Didava, yəqin ki görüşmərik. Götünü sikərlər. Bir evə. Gecələ zəzəli Nəşəni çəkdim. Ürəyi yumşaq ol. Ay polis bu nədir? Maşınımda yekəş trap koyupsun. Mamam deyir ki xistəyinə beton sıçacam. Həmsiniz kim? Niyamətli Musa evin diskləri. Ondan sonra Üzeyir Mehtizadəyə qulaq asardı. Bu nə disklərdir? Cəmşid necəsən? Cümşid sən necəsən qaqaş? Keyfin əhvalın? Nə var nə yox? Deyirəm bəlkə siz bizi biz də sizi gördüyümüz onda. Hə? Nə deyirsiniz? Yox da. Mən sənə inanıram Dirək. Səni aləmin içinə saldım. Sənlə çörək kəsdim. Rəhmətlik nənəm sənə süzmə xəngəlzat pişirirdi. Sənin sağ olun nə oldu mana? Amcıq tükündən xalça mı? Adırış. Ceyran tükünün əvəzinə. Sən get. Ay bilə. Qaqa gəl öz dilimizdə danışaq. Kim gəlmişin də var yoxun o birisi. Ay bilə. Saat dedim axı gəl öz dilimizdə danışaq. Gördün nə tez pişiyədədin. Ay kimsən məktəbdə bulqalıb verənlərini? Sən ölənlərin bəzəri qəbri bıraxma məni. İndi buraxacağam. Nə? Bıraxma demədi? 1 2 Sənin götünü sikim eləmə. Oy, Kudret, sok sinir. Bir de komşu oluyor. Şişli lan ben döydüm. Kiməsə yana pas salıblar. Hadi kim? Maraqlıdır, həyəcan siqnalını. Bəs sən bu sikə oxşayan başınla fikirləşməyibsən ki, şəhərin meriyarı mən də yırtıcılardan ha? So, meydik. Bizi sikim köşkünlə qoyacaqlar. Göt deşiyinin 30 cm genlənməsi nəticəsində xəstəxanaya qaldırılan maralın götdən qan axması dayanmır. 13 kənayının isə vəhşiləşdiyi deyilir. Polis serjantı Boxun verdiyi məlumata görə isə vəhşiləşməyə ancaq yırtıcı heyvanlara aiddir. O, hər kəsi diqqətli olmağa çağırır. Ay ananızı sikim, neçə dəfə demişəm bu qara çörək otu bitən yerdə qaçmayın. Bu sefer ben emmeyeceğim. Dilim yara bağlıyım bu şeye.